Son dövrlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də benzin və dizel yanacağının gələcək qiymətləridir. Maraqlıdır, qarşıdakı illərdə yanacağın ucuzlaşması real görünür, yoxsa artım riski hələ də qalır? Bakı Post az xəbər verir ki, mövzu ilə bağlı konkret açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov yanacağın qiymətlərində enmə hallarının zaman-zaman müşahidə edildiyini və gələcəkdə də bu cür proseslər istisna olmadığını bildirib. Ekspertin sözlərinə görə, iqtisadi səmərəliliyin artması fonunda yanacaq qiymətlərinin aşağı düşməsi mümkündür. Lakin bu, hazırda ən real ssenari sayılmır. Bu ehtimal edilən proqnozlardan biridir. Amma nəzərə almalıyıq ki, Azərbaycanda ənənəvi yanacaqla, benzin və dizellə işləyən avtomobilin payı təxminən 85%-ə yaxındır. Yükdaşınma və sərnişindaşınma sektorunda da əsasən dizel və benzin istifadə olunur, deyə Əsədov qeyd edib. Metro və avtobuslarda qiymətlər niyə bahalaşdı? Onun sözlərinə görə, benzinlə işləyən nəqliyyat vasitələrinin sayı da kifayət qədər yüksəkdir və bu amil yanacağa olan tələbatı artırır. Ekspert hesab edir ki, qiymətlərin real şəkildə enməsi üçün alternativ yanacaqla işləyən nəqliyyat vasitələrinin sayı artırılmalıdır. Asan yol alternativ yanacaqdan istifadə edən avtomobillərin ölkəyə idxalını genişləndirməkdir. Xaricdən daha iqtisadi, səmərəli və az yanacaq sərf edən alternativ enerji ilə çalışan nəqliyyat vasitələri gətirilməlidir. Bu halda ənənəvi yanacaq tələbat azalacaq, bazarda bolluq yaranacaq və qiymətlərin enməsi mümkün olacaq, deyə ekspert vurğulayıb. Əsədov əlavə edib ki, mövcud vəziyyətdə bu göstəricilərə nail olmaq çətindir. Çünki hazırda bütün nəqliyyat və logistik prosesləri əsasən ənənəvi yanacaq üzərində qurulub və alternativ yanacağa keçid hələ geniş miqyaslı deyil. Beləliklə, ekspertin fikrincə, yaxın perspektivdə benzin qiymətlərinin ciddi şəkildə enməsi real görünmür və artım riski müəyyən dərəcədə qalmaqda davam edir.